Choose the line of the plural nouns. Cəmdə olan isimlər sırasını seçin. Bu test nümunəsini etmək üçün abituriyentlərimiz ismin tək və ya cəm forması və eyni zamanda sayılan və ya sayılmayan isimlərlə bağlı məlumatlara sahib olmalıdırlar. Gəlin cavablarımızı nəzərdən keçirək. A bəndi heroes, qəhrəmanlar, roofs. Əslində bu ismin cəm forması yanlışdır. Çünki burada roof ismi cəmdə sadəcə s qəbul edərək cəmlənə bilər. Biz roofs şəklində cəmləşdirə bilmərik. Ona görə A bəndi yanlışdır. Days günlər doğrudur. B bəndi factories, fabriklər, bu doğrudur. Sonu y ilə bitən isimlər y hərfi I hərfinə çevrilir və es şəkilçisi artırılır. Factory, factories şəklində cəmlənmişdir. Months isminin cəm forması isə yanlışdır. Burada months şəklində deyil, məhz months şəklində isim cəmlənməlidir. Aylar deməkdir. Ship ismi a ship və ya cəm forması ship, təki və cəmi eyni qalan isimlər sırasına aiddir. Bu isim cəmdə doğrudur. Amma months ismi cəmdə yanlış olduğu üçün B variantı səhvdir. C bəndi photos, şəkillər doğrudur. Amma knives cəm forması yanlışdır. Çünki sonu f və ya f ilə bitən isimlərdə biz f və ya f hərflərini v hərfinə çevirir, sonuna es artırırıq. Ona görə knives deyil, məhz knives şəklində ismi cəmdə yazmaq lazımdır. Ox, oxen, n sonluğu qəbul edərək cəmlənir. Öküz, öküzlər deməkdir. C variantı yanlışdır. D bəndi wolf sözü cəmdə wolves, canavarlar doğrudur. Bush, kol, bushes cəmdə kollar doğrudur. Amma furniture ismi cəmdə işlənə bilməz. Çünki furniture sayılmayan isimdir və cəm şəkilçisi qəbul edə bilməz. D bəndi yanlışdır. Y bəndi doğru cavabımızdır. Roof. Bir sıra isimlər var ki, baxmayaraq sonu f və ya f ilə bitirlər, onların cəm forması s qəbul etməklə düzələcəkdir. Məsələn, bu tip isimlərə misal olaraq biz roof, chief, safe kimi isimləri misal göstərə bilərik ki, bu isimlər cəmdə s qəbul edirlər. Watches doğrudur. Sonu ch, tch, sh, x ilə bitən isimlərə es artırılır. Pianos, bu da doğrudur. Sonu o ilə bitən isimlər əslində cəmdə es qəbul edir. Məsəl üçün tomato, tomatoes, potato, potatoes. Amma bəzi isimlər var ki, məsələn piano, photo, kilo kimi isimlər var ki, bu isimlərin cəm forması sonuna sadəcə s qəbul etməklə düzələcək. Ona görə Y bəndi doğru cavabdır.